Qadın anadır. Cənnətsə anaların ayaqları altındadır. Qadın gülürsə, həyat gülür. Əziz xanımlar, bayramımız mübarək. Azərbaycanla Qətər arasında 8 mühüm sənəd imzalandı. O həm ana, həm sahibkar, həm müəllim, həm də həkimdir. Bugün də zəiflərdən deyil, zəriflərdən danışacağıq. Qarabağ xalçaları bütün dünyada tanıdılacaq. Yeni layihəyə start verildi. Bu təyyam qərb bölgəsində bayram süfrələrinin bəzəyidir. Çərşənbə axşamlarının əvəz olunmaz əriş təlaşın hazırlanmasını sizə biz göstərəcəyik. Axşamınız xeyir olsun. Bugünün bugünə olan əsas buraxılışını Oruc Mansurovun təqdimatını izləyirsiniz. Qətər dövlətinin əmiri ölkəmizdə rəsmi səfərdədir. Şeyx Təmim bin Həməd Əl Taninin başçılıq etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşüb. Dövlətlər arası mühüm sənədlər imzalanıb. Prezident İlham Əliyev Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Əl Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlb edicidir. Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Söhbət zamanı üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. İqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı daha da genişləndirməliyik. Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq. Bu məsələnin üzərində işləməliyik. Turizm sahəsi də hər iki ölkə üçün vacibdir. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq etməliyik. Mədəniyyət sahəsində bir çox ortaq dəyərlərimiz var. Təkbətək keçirilən görüşdə bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Daha sonra Azərbaycan ilə Qətər dövləti arasında 8 sahəni əhatə edən mühüm sənədlər imzalanıb. Azərbaycan və Rusiyanın iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığı Prezident İlham Əliyevlə Qazprom şirkətinin idarə heyətinin sədri Viktor Zubkov arasında keçirilən görüşdə müzakirə edilib. Bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Respublikasının keçmiş prezidenti xanım Varya Vikefreberqanı və Misirin İskəndəriyyə kitabxanasının direktoru İsmail Seragəldini də qəbul edib. Görüşdə Qlobal Bakı forumunun beynəlxalq əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edilən forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub. Cəbhədə ermənilərin təxribatı davam edir. Ermənistan silahlı bölmələri sutqa ərzində atəşkəs rejimini 117 dəfə pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan ordusu əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqilərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib. Bugün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Zəhmətkeş Azərbaycan qadınını bir çox sahələrdə görürük. Qadın sahibkarların sayı da hər il artır. İndi ölkədəki sahibkarların 29% qadınlardır. Dövlətin təklif etdiyi güzəştlərdən yararlanıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımlar diqqətli olun. Növbəti sujetdə bu kreditlərin əldə edilməsi ilə bağlı əsas məqamlara toxunmuşuq. Azərbaycanda qadınların biznes təcrübəsi yeni formalaşsa da proses kifayət qədər sürətlə gedir. Dövlətdən güzəştli kredit götürüb yeni müəssisələr açan sahibkarların siyahısına da baxanda görünür ki, qadın sahibkarların sayı hər il təxminən 30% artır. 2014-cü ilə nisbətən 15-ci ildə fonddan kredit alan qadınların sayında haradasa 25-30%-ə qədər artım müşahidə olunur. Ümumiyyətlə, Sahibkarlar Kömək Milli Fondu fəaliyyəti dövründə
3500-dən çox qadın sahibkara 77 milyon manatdan çox güzəştli kredit vəsaiti verib. Digər diqqət çəkən məqam. Əvvəllər xanımların təqdim etdiyi layihələr daha çox qadın əməyinə əsaslanan, kiçik bir şirniyyat sexi və ya tikiş ateliyesi ilə bağlı olub. İndi isə təşəbbüslər daha böyükdür. Söhbət iri istehsal və emal müəssisələrindən gedir və sevindirici hal odur ki, zərif cinslərin bu təşəbbüslərinin əksəriyyəti reallaşır. Kişilərdən geri qalmırlar və onların da hal-hazırda böyük investisiya layihələri həyata keçirdirlər. Və bu müasir istixana komplekslərinin yaradılması, iri fermer təsərrüfatların yaradılması ilə bağlı layihələr olub, müasir çörək zavodlarının yaradılması ilə bağlı layihələr olub ki, bu layihələrin maliyyələşdirilməsində məhz qadınlarımız fəal surətdə iştirak ediblər. Sahibkar xanımların diqqətinə. Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üçün prioritet elan etdiyi sahələr bunlardır. Müxtəlif istehsal, emal və infrastruktur layihələri, iri fermer təsərrüfatları, müasir istixana kompleksləri, iri buynuzlu heyvandarlıq təsərrüfatı, yaşıl marketlər, logistik mərkəzlər, çörək istehsal müəssisələri, ailə təsərrüfatlarının maliyyələşdirilməsi. Kreditlər verilərkən hər bir regionun iqtisadi potensialda nəzərə alınır, ixrac yönümlü layihələrə daha çox üstünlük verilir. Bugün qadınlar ölkədəki sahibkarların ümumi sayının 29,1%-ni təşkil edir. Onların 38,3%-i Bakıda, 16,5%-i Aran, 15,3%-i Gəncə, Qazax. Qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir. Nicat Qafiroğlu, Namiq Abdullayev, Bakı. Təbii ki, sahibkar qadınların sayı təhsil sahəsi ilə müqayisə oluna bilməz. Çünki müəllim dedikdə ilk öncə kişilər inciməsin, ancaq qadınların obrazı daha çox canlanır. İşləmək üçün kənd məktəblərini seçən müəllimlər də az deyil. Sumqayıtdan Daşkəsənin kəndinə işləməyə gələn Xatirə Hüseynova da belə müəllimlərdəndir. Sujetimizin qəhrəmanı dövlətin irəli sürdüyü proqramdan həvəslənərək işləmək üçün Sumqayıt şəhərindən Daşkəsənin Ucqar Xoşbulaq kəndinə gələn Xatirə Həsənovadır. Artıq 2 ildir ki, bu kənddə çalışan Xatirə müəlliməni şagirdlərinə tədris etdiyi coğrafiya fənninin sirlərini öyrətməsi üçün nə uzaq məsafələr, nə soyuq dağ havası, nə də ki, keçilməz yollar əngəl törətmir. Fikirləşmişəm ki, kənd yerlərində də uşaqların təhsilə marağı olmalıdır. Hardasa cəmiyyət arasına çıxmağı, instituta daxil olmağı, belə-belə gözəl xəbərlərini eşidib biz də sevinək. Təhsil Nazirliyinin xəttindən, torpaq sahəsindən təmin olunmalıyıq. Düzdür, bunlar hamısı bir gündə olası bir şey deyil, amma ən azından planda var, layihədə var ki, gənc kadrlar burada qalsın və mən də arzu edirəm ki, elə bu dağlarda bu uşaqlara, bu gözəl uşaqlara ömürlük müəllimə olam. Elə bu istək uşaqların da ürəyincədir. Çünki 2 il ərzində xoşbulaqlı şagirdlər həm Xatirə müəlliməyə, həm də coğrafiya fənninə böyük məhəbbətlə bağlanıblar. Xatirə müəllimi çox gözəl müəllimədir. O həftənin 2 günü bizə coğrafiya dərsini çox gözəl izah edir və bizim də bu səbəbdən coğrafiya dərsini oxumağa hər zaman marağımız yaranır. Xatirə müəllimi bizdə coğrafiya müəllimi olmağa da həvəs yaradır və bu səbəbdən də mən də coğrafiya müəllimi olmaq istəyirəm. Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır. Deməli, dolayısıyla xoşbəxtliyimiz də, bədbəxtliyimiz də müəllimlərdən asılıdır. İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət peşələrin ən şərəflisi olmalıdır. Bu peşənin peşəkarı qadın olanda məqsədlər biraz da aliləşir. Yaradılışda cənnət ayaqlarının altına sərildi. Biraz da böyüyüb, analıq sevgisi ilə gözəlləşdin. Elmi eşidib, öyrənib, yaymağı özünə borc bilib müəllim oldun. Ana oldun, qadın oldun. Bayramın mübarək Azərbaycan qadını. Zülfiyyə Telman qızı, İlham Həsənli, Daşkəsən. Amma bayramlarının olmasına baxmayaraq, bugünü iş başında keçirən zəriflərimiz də var. Əməkdaşlarımız onlardan bir neçəsinin iş prosesinə bələdçilik edib. 32 ildir mən Mərkəz Poçt şöbəsində əməliyyatçı işləyirəm. Bəli, hər il 8 martda biz iş başında olmuşuq. Gəncə Regional Poçt filialında çalışan Nurlana Mirzəyevə kimi daha 8 xanım həmkarı martın 8-i iş başında olur və poçt xidmətlərindən yararlanmağa çalışan şəhər sakinlərinin sifarişlərini, eləcə təbriklərini qəbul edir. Çox sağ olun, minnətdaram, sağ olun. Poçtda çalışanlardan fərqli olaraq təcili tibbi yardımın qadın işçiləri bugün əhalinin sağlamlığının keşiyində durur. Onlar da öz bayramlarını daimi işlədikləri yerdə qeyd edir. Növbəllik rejiminə əsasən səhərdən gecəyədək. Artıq 5 ildir ki, mən təcili tibbi yardım stansiyasında işləyirəm və bu da artıq 3-cü ildir ki, biz
8 Martda təsadüf edirik və qeyri-iş günü olduğundan, amma yenə də onu nəzərə almayaraqdan biz işləyirik. Sevda Kazımova ilə yanaşı Gəncə şəhər təcili və təxirə salınmaz tibbi yardım stansiyasının 40-a yaxın tibb işçisi də çağırışlara gedərək əhaliyə xidmət edir. Bu, 8 Martı iş yerində qeyd edən qadınların bir neçəsi idi. Nurlana Mirzəyeva, Sevda Kazımova kimi bir çox kollektivlərdə çalışan xanımlarımız da bugün öz evlərində, doğmalarının yanında deyil, məhz iş başındadır. Fərid Mehdizadə, Elnur Vahidoğlu, Fuad Quluzadə, Gəncə. Bayramı iş başında keçirən digər bir peşə sahibi də var ki, onun bu ağır işin öhdəsindən necə gəldiyini eşitdikdə çox təəccüblənəcəksiniz. Çoban qadından danışacağıq. Əməkdaşlarımız çox maraqlı sujet hazırlayıb izləyək. Ofeliya Tağıyeva təsərrüfatçı ailəsində böyüyüb. Təsərrüfatçı ailəsinə də gəlin köçüb. Bir sözlə, gözünü açandan malqara qoyun quzu görüb. 30 ildir ki, at belində, çomağı da əlində dağların qoynunda çobanlıq edir. Qəhrəmanımın nəazinə çox düz 55 yaşı var. Amma bu, ona çobanlıq etməyə, at belində sürünü otlağa aparmağa, qaytarmağa mane olmur. Özüm atı yəhərləyib aparıram. Qoyunu, quzuyu, malı. İtlər yanımda olur. İtlər də etibar itlərdir. Canavar qurt-qurt düşəndə sürünün içinə kömək eləyir. Bu peşəsinə görə dəfələrlə qohum əqrabanın qınağına da tuş gəlib. Lakin heç nə onu qaynatasından miras qalan sənətindən uzaqlaşdıra bilməyib. Deyir, bircə gün adəti işi ilə məşğul olmasa, özünü narahat hiss edir. Dost tanış deyir, qohum əqrəbə deyir, çıx bu çöldən bəsdir, 40 ildir çöldəsiniz, yığılın həyatınıza. Ancaq mən gül, çiçəklə, onunla, çəmənliklə baxanda adam daha da ruhlanır, daha da belə həvəslənir. Bütün varlığı ilə bağlandığı işi ona heç də qadınlığına, bir evin xanımı olduğunu unutturmur. Heyvandan gələndən sonra da gələk kisə yemək qayırıram. Onun ev işlərini görürəm, qoynumu sağıyıram, malımı sağıyıram, onunla pendir qayırırıq, onunla yağı, şoru, hamısını özümüzdən çıxır. Yəni bunları biz pul vermirik. Keçmişdən həyat yoldaşları ilə çiyin-çiyinə mübarizə aparıb, tarixdə iz qoyan qəhrəman qadınlarımız az olmayıb. Bir sözlə, dediklərimizin canlı nümunəsi. Ofeliya xanım kimi. Baxmayaraq ki, gördüyü iş daha çox kişi işidir. Bugün onun da bayramıdır. Bayramınız mübarək olsun. Vüsal Nazim, Cümşüd Bayramlı, Röyal İslam, Tovuz. Bəli, sujetdə izlədiyimiz qadın ağır işlərin öhdəsindən gəlir. Növbəti materialımızda isə digər bir sahə ilə məşğul olan qadından danışacağıq. Mingəçevirdə 50 yaşlı toxucu qadının hazırladığı zərif və incə əl işləri görənlərin heyrətinə səbəb olur. Xüsusi zövqlə toxunan bu dekorativ güllər hədiyyə almaq istəyənlərə yaxşı seçim imkanı da yaradır. Mingəçevir sakini Aybəniz Kərimova 2007-ci ildən bəri rəngli iplərdən dekorativ güllər toxumaqla məşğuldur. Onun bu işə marağı toxuculuğa olan böyük həvəsindən yaranıb. Aybəniz Kərimovanın yaratdığı bu əl işləri çoxlarının diqqətinə səbəb olub. Elə buna görə də o toxuduğu gülləri hazırda Mingəçevir, Bərdə və Bakıda satışa çıxarır. Aybəniz Kərimova gül almaq üçün ona müraciət edən müştərilərin sayının qənaətbəxş olduğunu deyir. Hədiyyə alırlar, ad günlərini alırlar, zakaz verirlər, ad günlərinə eləyirəm, belə hər bir şey eləyə bilirəm. Ancaq bu işlə məşğulam, ancaq qazancım bu işləndir mən. Aybəniz Kərimova toxuduğu güllərin qiymətinin ölçülərindən asılı olaraq 5-100 manat aralığında dəyişdiyini bildirir. O bir gülün dibçə ilə birlikdə hazırlanmasına 3 saat vaxt sərf edildiyini söylüyor. Toxucu qadın hər zaman incəlik və diqqət tələb edən bu işdən böyük zövq aldığını deyir. Mən bunlarla həzz alıram. Mən yatdığım yerdə də, durduğum yerdə də, oturduğum yerdə də, yəni mən bunlarla həzz alıram. Mən hər zaman bunlarla həzz alıram. Bunlar olmasa bəlkə də mən xəstə düşərəm. Gecə də olsa, gündüz də olsa, mən zamanıma qədər bunları eləməsəm mən yata bilmərəm. Aybəniz Kərimova hazırda dekorativ gül hazırlamağı övladlarına və nəvələrinə də öyrədir. Elmir Həsənov, Nərmin İbrahimova, Cahid Baxşəliyev, Mingəçevir. Çox gözəl sənət əsərlərini izlədik. Bu sərgidə qadın zərifliyi, qadın incəliyi əks olunmuşdu.
Elə xalçaçılıq da qadınların gözəllik bəxş etdiyi sənət sahələrindəndir. Yeri gəlmişkən Yeni Xocavənd qəsəbəsində Qarabağ xalçaları layihəsinin təqdimat mərasimi olub. 6 ay bundan öncə start götürən layihə çərçivəsində yaradılan xalçaçılıq kurslarına artıq 20-yə yaxın rayon sakininin cəlb olunduğu bildirilib. Kurs iştirakçıları tərəfindən toxunan xalçalar qonaqlara nümayiş etdirilib. Adı çəkilən layihənin əsas məqsədinin Azərbaycan xalçaçılıq ənənələrinin qorunması və Qarabağ xalçalarının dünyaya tanıdılması olduğu bildirilib. Bu layihəni ilk olaraq Amerikada tanıtdıq. Qarşımızda duran əsas hədəflərimizdən biri də Qarabağ xalçasının bir marka olaraq dünya bazarına çıxmasını təmin etməkdir. Sərgiyə çıxarılan xalçalarımız tarixliyimizi əks etdirir. Tarixdən bizə miras qalan adətlərdən biri də Novruz bayramıdır və bugün ölkəmizdə Novruzun 3-cü çərşənbəsi Yel çərşənbəsi qeyd olunur. Yel çərşənbəsinə il arasında küləkli çərşənbə, külək oyadan çərşənbə, yelli çərşənbə də deyilir. Bugün yel dünyanı dolaşır, suyu odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. İnanclara görə bu çərşənbədə isti külək oyanmış suyu odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yellə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və məsələlər olub. Novruz şənliklərində icra olunan Yel Baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel tanrısına etiqadı ilə bağlıdır. Azərbaycanlıların ən qədim təsəvvürlərinə görə Yel Baba xırmana gəlməmişdən qabaq oradan buğda dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürən isə oğlu olar. Bir inancda isə deyilir ki, yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel Babanı çağır. Əgər Yel Baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Yel olmasa tumurcuqlar açılmaz, yarpaqlar açılmaz. Yelin əsməsi ilə taxılların göyərməsi, taxılların yetişməsi arzusunu ifadə edirlər. Dünyaya 4 libasda yel gəlir və bütün bu yellərin, küləklərin gəlməsi təbiəti təzəliyir. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Novruzun gəlişini xəbər verən Yel çərşənbəniz mübarək. Nurani Əliyeva, Elşən Əhmədov, Lənkəran. Elə sujetdə də bildirildi, indi bir çox evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Qərb bölgəsində isə çərşənbə axşamlarının əriştəli aşsız təsəvvür etmək mümkün deyil. Əməkdaşlarımız bayram günlərinin əvəz olunmaz yeməklərindən sayılan təyamın hazırlanmasını izləyiblər. Çərşənbə axşamlarının əvəz edilməz təyamlarından biri də əriştəli aşdır. Qərb bölgəsində elə ev tapılmaz ki, orada çərşənbə axşamlarında əriştəli aş hazırlanmasın. Öncə adi qaydada xəmir yoğurulur, yayılır, 3-4 mm enində kəsilir. Sonra qurudulması üçün sərilir, qovrulur. Beləcə, ərişdə bişmək üçün hazır vəziyyətə gətirilir. Qaynadılmış suya zövqə görə duz tökülür. Daha sonra isə əvvəlcədən yuyulub hazırlanan düyü həmin suya əlavə edilir. Sonda isə bişirilməyə öncədən hazır olan ərişdə həmin suya əlavə edilir. Aş ola, qazmaqsız ola. Qazmaq həm aşı dadlı edir, həm də onun süfrədə görünüşünə xüsusi bir gözəllik qatır. Hazırlanma qaydası isə çox sadədir. Əriştəli aşa qazmaq hazırlamaq üçün 8 yumurta qırılır. Həmin bişirilmiş əriştədən bir miqdarda götürülüb, qırılmış yumurtanın üzərinə əlavə olunur. Bir çimdikdə duz atılır. Yaxşıca qarışdırılır. Qarışdırıldıqdan sonra qaynar yağın üzərinə əlavə olunur. Qazmaq hazırlanır, qazana tökülür və aş dəmə qoyulur. 10-15 dəqiqə dəmləndikdən sonra əriştəli aşımız hazırdır. Düzdür, bir qədər vaxt və zəhmət tələb edir. Amma bayram süfrələrinin bəzəyinə çevrilən bu neməti bişirməyə dəyər. Nuş olsun. Rəna Cabir qızı, Kəbirə Dağıyeva, Əfqan Ələsov, Tovuz. Bax, bu təyamların hazırlanması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi zəruridir. Bunun üçün də fermerlərə texnika, hava, su kimi lazımdır. İndiyədək 18.050 ədəd kənd təsərrüfatı texnikası lizing şərtləri ilə fermerlərə verilib. Tələbat isə yüksəkdir, bunun öhdəsindən gəlmək üçün işlər davam etdirilir.
2014-cü ildən kənd təsərrüfatı texnikaları fermerlərə 40%lik güzəştli şərtlərlə verilir. Bu qərar kənd təsərrüfatında canlanma yaratmaqla yanaşı texnikaya tələbatı da artırıb. Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti bu günədək 50 milyon manatlıq güzəştli texnikanın lizinqini reallaşdırıb. Proses bu il də davam etdiriləcək. Texnikaya tələbat böyükdür. Nəyə görə? Ona görə ki, əvvəllər biz 500 min arasında texnika lizinqə veririksə, artıq lizinq alanların sayı 2500-3000-ə çatıb. Son ildə demək olar ki, çox birdən-birə artırılır. Bu da güzəştin hesabladır. Güzəştlərin hansı şərtlərlə verilməsinə gəlincə? Yəni, texnikanın dəyərini 20% ödəyən hər hansı bir şəxs, ona dövlət tərəfindən 40% güzəşt olur. Bu, asıl olmayaraq ki, yəni təzə texnikadır, köhnə texnikadır. Əvvəllər alınan texnikalara da güzəşt tətbiq olunur. Əgər sahibkar onun dəyərinin artıq 20% ödəyirsə də, yəni 40% onun güzəştini alır. Yəni 30 min manatlıq kənd təsərrüfatı texnikası üçün fermer 6 min manat ödəyir və ümumi məbləğin 40% olan 12 min manatlıq güzəşt əldə edir. Qalan hissə ödəndikdən sonra həmin texnika fermerin mülkiyyətinə keçir. Bu il kənd təsərrüfatında pambıqçılıq, taxılçılıq kimi xüsusi sahələrə diqqət ayrıldığını nəzərə alsaq, müvafiq texnikaların da məhz bu məhsulların istehsalına yönəldiləcəyini demək olar. Arazxan, Elnur Şibliyev, Pərvin Qəhrəmanlı, Bakı. Kənd təsərrüfatının mühüm məhsulu olan çay Bakıda keçirilən sərgidə böyük marağa səbəb olub. Səbəb isə sadədir, çünki Hindistan çayı sərgilənib. Ölkənin digər məhsulları ilə yanaşı Hind mədəniyyətinin inciləri də nümayiş edilib. Hindistanın milli geyimləri, təbii ipəkdən şərflər, zinət əşyaları, qab-qacaq, təbii daşlar, suvenirlər, xalçalar və s. Bütün bunlar Bakıda başlayan Hindistan sərgisində nümayiş etdirilir. Bu bizim Azərbaycanda keçirdiyimiz 5-ci sərgidir. Məqsədimiz Hindistanda istehsal olunan məhsullarla Azərbaycanlıları tanış etməkdir. Çünki sizdə də bu cür sənətkarlıq nümunələri var. Ümid edirəm ki, bu sərgi uğurlu olacaq. Sərgidə ən çox diqqət çəkən Hindistan milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir. Bizdə 100% ipək var, 100% pambıq var, şərflərdir, koftalardır. Qadın üçün də koftalar var, kişi üçün də var. 100% pambıq olanlar var kişi üçün. Qiymətlər münasibdir. Yəni çox baha da deyil. Yəni hər bir qiymətə var. Çox gözəl əl işlərindən biz süfrələr satırıq. Süfrələri çox gözəldir. Hər zamanki kimi bugün yenə bura axın çoxdur. Müşteriyalar seçirəm, şərflər xoşuma gəlir, çay yaxşıdır. Həmişə gəlirik, sevinirik, musiqiyə qulaq asırıq. Millətlər arası dostluğu təbliğ eləyir. Sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, iki xalqın mədəni inteqrasiyasına töhfə verməkdir. Sərgi martın 27-sinə dək davam edəcək. Günay Rauf qızı, Şamil Məhərrəmov, Namiq Abdullayev, Bakı. Tbilisidə isə Azərbaycanlı və Gürcü rəssamların əsərlərindən ibarət dostluq sərgisi açılıb. Sərgidə 36 rəssamın 200-ədək əsəri nümayiş olunur. Tbilisidə Azərbaycan və Gürcü rəssamların əsərlərindən ibarət dostluq sərgisi açılıb. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkil etdiyi sərgidə 36 rəssamın 200-ədək əsəri nümayiş olunur. Gecədə bu cür tədbirlərin təşkilinin Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyi vurğulanıb. Sərgidə 10 Azərbaycanlı, 26 Gürcü rəssamın rəsm, heykəltaraşlıq və xalçaçılıq əsərləri təqdim olunur. Biz Axundov Muzeyi ilə çoxdandır dostluq edirik. Ölkələrimiz arasında yeni mədəni əlaqələrin yaranması üçün muzeyin rəhbərliyi çox işlər görür. Biz çalışacağıq ki, Gürcü və Azərbaycan rəssam heykəltaraşları arasında yeni münasibətlər yaradılsın. Sərginin Bakıda keçirilməsi də planlaşdırılır. Sərgidə həm Gürcü, həm də Gürcüstanda yaşayan Azərbaycanlıların rəsm əsərləri sərgilənmişdir. Azərbaycan və Gürcüstan dostluğunu bir daha, belə deyək, təbliğ edir bugünkü tədbir. Nümayiş 20 gün davam edəcək. Pərvanə Əliyeva, Azər Məmmədov, İlkin Hüseynov, Gürcüstan. Beləliklə, bugünkü buraxılışının sonuna gəldik. Sonda bugünün qəhrəmanları, bütün qadınları, anaları, nənələri, bacıları, region televiziyasında çalışan bütün xanım əməkdaşlarımızı hər kəsi təbrik edirəm.
məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinç isə gözlərinizdən əskik olmasın. Bayramınız mübarək olsun. Görüşənədək hələlik. Ölkəmizdə keçiriləcək Formula 1 üzrə Avropa Grand Prix-sinin rəsmi elçisi Fernando Alonso Bakıya gəlib. 2 günlük səfər zamanı o, tikintisi davam edən Bakı şəhər halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işləri ilə tanış olub. İspaniyalı pilot iyunayında keçiriləcək şəhər trekində McLaren komandasını təmsil edəcək. Salyanın gənclərdən ibarət cüdo üzrə komandası paytaxtda keçirilən Azərbaycan çempionatında iştirak edib. Bakı İdman Sarayında təşkil edilən turnirdə paytaxt və bölgələrdən 45 komandanın tərkibində ümumilikdə 512 cüdoçu qüvvəsini sınayıb. 5 dənə idmançı ilə iştirak elədik gənclər arasında. 5 dənə idmançımızın ikisi yaxşı nəticə göstərdi. Biri hal-hazırda demək olar ki 3 liqə oturdu. 3-ə çıxdı bizdə Baxşova ayda. Hazırda onlar növbəti yarışın hazırlıqlarına başlayıb. Böyüklər arasında keçiriləcək Respublika çempionatında Salyanı 4 idmançı təmsil edəcək. Xaçmaz Olimpiya İdman kompleksində uşaq yeniyetmə və gənclər arasında karatenin VKF növü üzrə keçirilən açıq rayon birinciliyinə yekun vurulub. Çempionata ümumilikdə 15 komanda qatılıb. 190 idmançının mübarizə apardığı turnir 11 yaş qrupu üzrə keçirilib. Mən bu yarış üçün çox hazırlaşmışdım. Və 3 döyüş keçirdim. 3-ən də qalib gəlib bu yarışın çempionu oldum. Yarış çox yüksək səviyyədə keçdi. Mən bu yarışda birinci yer tutdum. O bir komanda yoldaşlarıma uğurlar arzulayıram. Bir gün davam edən yarışın sonunda medal sayına görə Xaçmaz komandası 1-ci, Sumqayıt təmsilçiləri 2-ci, Bakı kollektivi isə 3-cü olmağı bacarıb.